Bu şəxsləri görürsünüz. Onlar Qarabağ zəfəri münasibəti ilə qurban kəsdikləri üçün həbs ediliblər. Bəli, düz eşitdiniz. İl 2020-dir və Azərbaycan əskərləri Qarabağ torpaqlarını bir-bir azad etdikləri zaman Güney Azərbaycanda olan azərbaycanlılar da dəstəklərini əllərindən gəldiyi şəkildə göstərməyə çalışırdılar. İran dövlətinin sözdə Artsaq millətinə kamyon yardım, kömək göndərdikləri bir zamanda gəlin xatırlayaq ki, Güney Azərbaycan milləti necə həm Azərbaycan Respublikasının, həm də Azərbaycan əskərinin dalında durubdu. İkinci Qarabağ müharibəsi sürəsində Güney Azərbaycanlılar istər Güney Azərbaycanın içərisində, istər diasporada həm Azərbaycan Respublikasına dəstək olaraq və həm də İran dövlətinə qarşı mitinqlər keçiriblər. Bunlar Ərdəbil, Urmiya, Zəncan və Təbriz şəhərlərində çoxlu insanların həbs olması ilə nəticə tapıbdı. Bu mitinqlərə Azərbaycan bayrağı aparılıbdı. İran dövlətinə qarşı gəl qardaşım meydana, silahlar gedir İrəvana təkin şüarlar verilibdir. Bu mitinqlərdə Qarabağ Azərbaycandır, Azərbaycan olacaq şüarları səsləndirilibdir. Ərdəbilin divarlarına mən gözəlliyinə aşiq, sənsə Qarabağ olaydın yazılır. İran dövlətinin siyasətinə qarşı olan bu mitinqlər hər zaman olduğu təkin çox pis bir şəkildə bastırılıbdır. Tutulan insanları işgəncə edilibdir. Qarabağ torpaqları azad olduqdan sonra bir çox şəhərlərdə şənliklər düzənlənmişdi. Urmiyədə misal olaraq insanlar şərbət və şirini dağıtmışdılar. Polislər bir çox şənliklərin olduğu yerləri basıb, oradakı milləti həbsə atmışdılar və bir çoxlarını işgəncə etmişdilər. Və ən başda dediyim təkin Qarabağ zəfərini qurban kəsən insanları belə həbsə atmışdılar. Əlbəttə bu Güney Azərbaycanın nə birinci, nə də axırıncı dəfəsidir ki, Azərbaycan Respublikasının yanında ona dəstək olubdur. Traktor oyunlarında Xocalı qətliamı posterlərini yadına sala bilər hamı. Bunların səbəbi bu ikonik posterdə də dediyi təkin biz Azərbaycan yandaşı deyilik, biz özümüz Azərbaycanlıyıq. Zəfər günü mübarək.